Bilirsiniz, mürəkkəb çətin heç nə yoxdur. Cəmi iki tip adam var. Cəmi iki tip. Birinci tiplər azlıqdadır, qəbul eləyir ki, Allah var, güclü, qüdrətlidir, 93 milyard işıq ili boyda, hələ ki biz 93 milyarda kimi görürük. O demək deyil, 93 milyard işıq ili boydadır. Ondan da böyüdür. Bizim axırıncı atdığımız teleskop ora kimi görür. Dərk eləyir ki, bütün yerin göyün yaradıcısı var və çox yəqin ki, onun əzabı, zülmü çox dəhşətli bir şey olar. Dərk eləyir ki, onun mərhəməti sayəsində yer, göy, biz hamımız burada qalmışıq. İkinci tip adamlar isə, hələ belə göstərdim də düz elədim. İkinci tip adamlar isə qəbul eləmir Allahı, dərk eləmir. Və bütün haqsızlıqları, eybəcərlikləri Allah qorxusu olmayan adamlar eləyir. Yəqin ki, dərin adamlar dərk eləyəcək nə demək istədiyimi. Yəni, bu adam yaradanından qorxmursa, sənə zülm eləmək, sənin güzəranını, gününü zəhərə döndərmək, çətinləşdirmək, onun üçün heç nədir. Bu qədər.